Salam əziz izləyicilər, mən Sabirli Salatın Riyaziyyat və Məntiq müəllimi. Bugün 6 aprel Riyaziyyat, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyində keçirilən lisey qəbul sınağının suallarının izahına baxacağıq. Başlayaq. 21-ci sual, yəni Riyaziyyatın 1-ci sualından başlayırıq. Deyir ki, toplananların hər birini 4 dəfə artırdıqda cəm 24 vahid artır. Yəni, nə demək istəyir? Deyək ki, 2 dənə ədəd var. Bunların cəmi hər hansı bir C ədədinə bərabərdir. Və biz toplananların hər birini 4 vahid artırırıqsa, bunun əvəzinə biz elə birbaşa 4 vurulsun A plus B yaza bilərik. Artırdıqda cəm 24 vahid artır. Yəni C üzərinə gəlirik 24-ü. Biz bilirik ki, A plus B nəyə bərabərdir? C-yə bərabərdir. Gətirib biz A plus B-nin yerinə C yazacaq. Yəni 4 vur C bərabərdir. C üstə gəl 24. 3C 24-sə C bərabərdir 8. Biz artıq C-ni tapdıq. Bizə nə istəyir? Artımdan sonraki cəmi, yəni bunu. Gətirib burada yerinə C-nin öz qiymətini yazsaq, 8 üstə gəl 24. O da elədi 32. Cavab B bəndi. Keçirik növbəti sualımıza. 22-ci sual. Ədəd oxunda A-5 nöqtəsindən 2 vahid məsafədə yerləşən nöqtələrin koordinatları hasilini tapın. Ədəd oxunda biz birinci A nöqtəsini qeyd edək, -5. 2 vahid məsafədə ya sağda ola bilər həmin nöqtə 2 vahid məsafədə, ya solda ola bilər. Sağda olsa 2 vahid 6, 7 olacaq. Yəni, daha doğrusu 3 olacaq. -5-in üzərinə 2 gələcəyik. Çünki artırırıq. Olacaq -3. Əgər sol tərəfdədirsə, deməli azalır. -5-dən çıxacaq 2-ni. Burada olacaq -7. Nöqtələrimiz olacaq -7 və -3. Onların da hasili müsbət 21, yəni D variantı. 23-cü sual. O çevrənin mərkəzi. O çevrənin mərkəzi 2 dənə vətər kəsişir. 2 dənə vətər kəsişir. Adlandıraq vətərləri. AB, C, D vətəri. Deməli, Y nöqtəsində kəsişirlər. Bura Y nöqtəsidir, burada O mərkəzdir. AY 6 cm, YB 4 cm, SY 2 cm. Olarsa YO-nu tapın. Yoldaşlar, bizim 6-cı sinifdə çevrə, daha doğrusu düz xətt və çevrənin qarşılıqlı vəziyyəti mövzusunda belə bir qayda var idi ki, əgər çevrədə 2 vətər kəsişirsə, həmin vətərlərin parçalandığı hissələrin hasilləri və yaxud da bölündüyü hissələrin hasilləri bir-birinə bərabərdir. Yəni, qaydaya əsasən AY vurulsun YB bərabərdir. SY vurulsun YD. Yəni, qaydamız budur. Gətirib verilənləri yerinə yazsaq. 6 vur 4 bərabərdir. 2 vurulsun X. Olacaq buradan 24 bərabərdir 2X-ə. X bərabərdir 12-yə. Yəni, buradan bura kimi 12-dir. Və bu CD vətəri mərkəzdən keçdiyinə görə həm də diametrdir CD. CD-nin uzunluğu neçədir? Onda CD özü 12 üstə gələ 2, 14 cm-dir. Yəni, radiusumuz onda olacaq 7. Yəni, bu hissə, baxın, buradan bura kimi 7-dir. Və bura 2-dirsə, bir dəqiqə baxım, görüm, düzgün hesabladıq mı burada? 6-nı 4-ə vurduq. 24, 24-ü 2-yə böldük, 12. Bəli, buradan bura 12-dir. 12-nin üstünə 2 gələndə 14 eləyir. Deməli, diametrimiz 14, radiusumuz 7-dir. Radiusumuz 7-dirsə, deməli, bu hissə
Bura 2-dirsə, burada 1-ə 5 olmalıdır. Bizdən də elə bu məsafəni istəyir. 7 çıx 2, 5 C variantı olacaq. Sonra 24-cü sual. Velosipedçi bir gündə, daha doğrusu birinci gün 160 kilometr. Yox, birinci gün, düzgün oxuyaq. Birinci gün 160 kilometrlik yolun 0.4 hissəsini, yəni 160-ın 10-da 4 hissəsin. Ədədin hissəsini tapanda məxrəcə bölüb sürətə vururuq. Eləyir 64. Yəni birinci gün 64 kilometr yol gedib. İkinci gün 48 kilometr yol getdi. Qalan yol bütün yolun hansı hissəsidir? 64 üstə gələk 48 ümumi gedilən yoldur. Yəni 112 gediləndir bu. Gedilən. Bəs qalan nə qədər olacaq? 160 çıx 112 bərabərdir 48. Bu qalandır. Bizə deyir ki, qalan yol bütün yolun hansı hissəsidir? Deməli, qalan yolu 48-i böləcəm bütün yola. Buna da ixtisarımızı aparsaq, nəyə 8-ə ixtisar aparsaq, burada 16-nın özünü aparaq. 16-nın özünü aparanda burada 10 qalır, burada 3 qalır. O deyir 0.3, yəni B variantı. Daha sonra 2, daha doğrusu 25. Duz və sudan ibarət 2%li məhlulun neçə faiz buxarlandırdıqda 25%li su buxarlandırdıqda 25%li məhlul alınır. Bu tip məsələlərin yoldaşlar ən gözəl həlli yerinə qiymət verərək qoyulmaq. Baxın, mən tuturam ki, məhlul 100 millidir. 100 millidir. Və bunun əgər 2%-i, bu duzlu məhluldur da, yəni duzlu sudur. 2%li duzlu məhlulsa, yəni bu 100 millinin içində 2%-i duzdur. 100-ün də 2%-i elə 2 qram eləyir. 2 milli olsun bu. Deməli, 2 milli nə var? Duz var. Məhlulun faizinin tapılması düsturu necə idi? Maddə böl məhlul vur 100. Düsturumuz bu idi. Burada maddəmiz suya qarışılan maddə, yəni 2 qram. Məhlulumuz amma su ilə duzun qarışığı. Və bizdə də su buxarlandığına görə, su məhluldan buxarlanır da, ona görə yazıram 100, məhlulum 100 idi. Çıx x su, suyun miqdarını x edirəm. Vur 100 bərabərdir 2,5. Buradan 100-ü birbaşa 2-yə vursam olacaq 200. 100 minus x bərabərdir 2,5. Çarpaz vursam olacaq 200 bərabərdir 2,5-i 100-ə vuranda 250. X-i da 2,5-ə vuranda 2,5x. Olacaq buradan 2,5x bərabərdir 50-yə. Hər tərəfi 10-a vurub vergülü atsam olacaq 25x bərabərdir 500-ə. X də bərabərdir 20-yə. Bizdən də suyun miqdarını istəyir 20. Cavab D variantı. Sonra 26. 26-da nə istəyir bizdən? A 4, 2 və B -4, 2 nöqtələrini birləşdirən parça ordinat oxunu hansı nöqtədə kəsir? Bir dənə koordinat müstəvisi çəkək. Bu x, bu y. Bizə 4, 2 nöqtəsi deyir. Təxminin deyək 4, 2 nöqtəsi bura. Təxmini. Çox da dəqiq ehtiyac yoxdur. Bir bilək ki, bura 4-dür. Burada 2-dir. Aha, o birisi B nöqtəsi -4, 2. -4, 2. B də bura. İndi AB deməli hardan keçdi?
Ordinat oxunu hansı nöqtədə kəsdi? 0, 2 nöqtəsində. A variantı doğrudur. 27-ci sual. 27-ci sualda deyir, Orxan satıcıdan 1 kiloqramı 3 manata olan x kiloqram meyvə aldı. Deməli, bu meyvəyə nə qədər pul verdi? 3x qədər pul verdi. Bu meyvələri qoymaq üçün 20 qəpiyə torba aldı. Üstünə də 20 qəpiyi manatın üstünə 20 yaza bilmərik. Yəni, manat atıram bura, əgər 5 manatsa, 5 manat üstə qədər 20 yaza bilmərik. Bu bizə 25 manat olaraq oxunur. Deməli, bu qəpiyi manatı dəqiq bilmədiyimə görə manatı qəpiyə çevirə bilmirəm. Amma qəpiyi dəqiq bilirəm ki, 20 qəpikdir. 20 qəpik neçə manatdır? 0,2 manatdır. Orxan satıcıya verdiyi pul bu. Bu qədər satıcıya pul verməlidir. C variantı doğrudur. 28. 28-də deyir ki, n natural z tam ədədlər çoxluğudur. Bu ədədlərin neçəsi bu çoxluqların yalnız birinə daxildir? Yalnız birinə nə daxildir? Təbii ki, yalnız mənfilər olacaq. Çünki natural ədədlər müsbət tam ədədlər olduğuna görə həm n çoxluğunun içində var, həm z çoxluğunun içində var. Amma mənfi ədədlər natural ədədlər çoxluğunda ola bilməz. Ona görə yalnız z-də olur mənfilər. Mənfilər sayacağıq -2, -4 və 0-da. 0-da natural ədəd olmadığına görə bura salırıq 3. Neçə dənə? 4 dənəsi yalnız bir çoxluğa daxildir, yəni z çoxluğuna daxildir. 29. Radiusları 6 və 10 sm olan konsentrik çevrələrin arasında yerləşən A nöqtəsindən kiçik çevrəyə qədər məsafə 3 sm olarsa, böyük çevrəyə qədər olan məsafəni tapın. 2 dənə konsentrik çevrə çəkək. Aha. Konsentrik çevrələr nədir? Mərkəzləri üst-üstə düşən çevrələr. Böyüyünün radiusu nədir? 10-dur. Kiçiyinin radiusu 6-dır. Onda bu kənar hissənin, baxın, bu hissənin radiusu nə olacaq? 4 olacaq. Radius deyəndə o hissənin qalınlığı. Bu hissənin qalınlığı olacaq 4. Və deyir ki, A nöqtəsi bu arada yerləşir. Kiçik çevrəyə qədər məsafə 3-dür. Onda ümumi qalınlıq 4 olduğuna görə böyük çevrəyə qədər olan məsafə təbii ki 1 sm olmalıdır ki, ümumilikdə 4 ola bilsin. Bunlar bəsit suallar deyən A variantıdır. 30. 30-da nə deyir? Elvin 2 oyun zərini atır və üst üzlərə düşən xalların cəmini qeyd edir. Elvinin qeyd etdiyi ədədlər sırasının ən böyük fərqi, ən çoxu neçə ola bilər? Ən böyük fərq nə idi ardıcıllıqda? Ən böyük fərq ardıcıllıqdakı ən böyükdən ən kiçiyi çıxmaqdır. Əgər 2 zər atılırsa, bu zaman onların üst-üzə düşən xalların cəmi ən çoxu neçə ola bilər? Əgər 6 qoşa atmışıqsa, yəni 6-6 atmışıqsa, bu ən böyük xaldır, yəni 12. Bəs ən kiçik nə düşə bilər? 1-in 1-i. 1-in 1-indən başqa kiçik ədəd var. 1-in 2-si olsa cəm 3 olacaq. Nə bilim, 1-in 5-i olsa cəm 6 olacaq. Ən kiçiyi deməli bu olacaq. Və ən böyük fərq də 10, cavab C variantı olacaq. İndi keçirik 31-ci suala. 31-ci sualda 2, 5 və 10 ədədlərinin tərslərini cəmini tapın. Tərsləri deyəndə hər halda bilirik ki, kəsirlə 1 bölək halını istəyir. Əksləri mənfiləri idi, tərsləri amma 1 böləyi. Bunların üçünə də ortaq məxrəc 10 olduğuna görə hamısını ortaq məxrəc 10-a gətirdim. Bunun sürəti olacaq 5, bunun sürəti olacaq 2, üçüncü də elə 1-dir. Olacaq 10-da 8. Cavab B variantı. Bu da sadə bir sual idi. 32-ci sual. Sonu sıfırla bitən ədədin
sonundakı sıfırı sildikdə bu ədəd neçə faiz azalar? Bir dənə ədəd deyirəm. 250. 250 ədədinin sonundakı sıfırı silsəm nə alınacaq? 25. Bu ədəd deyir neçə faiz azalacaq? Biz birinci tapaq görək 25 250-nin neçə faizidir? 25 100-dürsə, daha doğrusu 250 100 faizdirsə 25 x faizdir. Buradan ixtisar aparsam 10 qalır. 10x bərabərdir 100-dürsə, x bərabərdir 10-dur. Deməli 25 10 faizidir. Yəni x 10-dur. 250-nin 10 faizi 25-dir. Deməli ədədim 100 faizdən 10 faizə düşübsə 90 faiz azalıb C variantı. Sonra 33. Düzbucaqlı paralelipipedin açılışı 4 eyni düzbucaqlı və 2 kvadratdan ibarətdir. Kvadratların sahələri cəmi 32 cm kvadratı və düzbucaqlıların sahələri cəmi 96 kvadrat santimetr olarsa, bu paralelipipedin hündürlüyünü tapın. Yoldaşlar, əgər 2 kvadratın sahələri cəmi 32-dirsə, bir dənə kvadratın sahəsi 16 cm kvadratıdır. Onda kvadratın tərəfləri 4-4-dür. Şəkildəki kimi də 4-4-dür. Düzbucaqlı, neçə dənə düzbucaqlı var? 4 dənə düzbucaqlı var. Və sahələri cəmi 96-dırsa, 96-nı 4-ə böləcəyik, eləyəcək 20, 96-nı 4-ə böləndə 24. Yəni bir dənə düzbucaqlının sahəsi olacaq 24 santimetrin kvadratı. Biz artıq düzbucaqlının enini tapmışıq 4. Demək onda uzunluğu 6 olacaq. Bizə də paralelipipedin hündürlüyünü soruşduğuna görə hündürlük təbii ki bu kvadratın tərəfi olacaq. 4 cm B variantı doğrudur. 34. 34-də 2 natural ədədin ortaq olmayan sadə vuruqları 2-3 nisbətindədir. Ortaq olmayan sadə vuruqları deyirsə, deməli elə birinin sadə vuruğu 2-dir, ortaq olmayan. Digərinin ikisi də 3-dür. Çünki sadə deyirsə, deməli mən bunu 4, bunu 6 götürə bilmərəm ki, mən bəlkə ixtisar olunub. Xeyr, bu zaten sadə deyil. Biz elə sadə şəklində götürməliyik bunları. Ortaq vuruq şəklində götürməliyik. Bu ədədlərin əbobu 5-dirsə, deməli hər ikisində ortaq olan 5-dir. 2-ni də 5-ə vuracam 10, 3-ü də 5-ə vuracam 15. Ədədlərim bunlardır. Bu ədədlərin əkobunu tap deyir. Həm 10-a, həm 15-ə bölünən əkob təbii ki 30 olacaq. D variantı. 35. 35-də deyir. Elgün 3 sarı, 6 yaşıl, 9 qırmızı və 12 göy şarların saylarına uyğun dairəvi diaqram qurur. Bu diaqramda sarı şarlara uyğun hissə neçə dərəcəlik sektor olar? Birinci yoldaşlar, biz bunların hamısını əgər bu şəkildə bir dairəvi sektorda qurmaq istəyiriksə, bunların tam sayı neçə olacaq? 19, 18, 30. 30 dənə şar nədir? 360 dərəcə, yəni tam bucaqdır. Bizə sarıları soruşur. Sarı neçə dənədir? 3 dənədir. 3 dənəsi olacaq x dərəcə. Buradan təbii ki yaza bilərik. X bərabərdir 360 vur 3 böl 30. Burada sıfırlar ixtisar getdi, 3'lər ixtisar getdi, qaldı 36. 36 cavab A variantı. Sonra 35. 35'də bildiyimiz tənlikdir. Yəni sadə bir sualdır. Diqqətli bir şəkildə mötərizələri açıb, dəyişənləri bir tərəfə, sabitləri bir tərəfə etmək lazımdır. Bərabərdir 4x plus 4 plus 6. Olacaq 5x plus 3 bərabərdir 4x plus 10. Təbii ki, böyük x-ları bir tərəfə olacaq 5x çıx 4x bərabərdir 10 çıx 3. X bərabərdir 7. Cavab C variantı. Mən video uzanmasın deyə sürətli bir şəkildə keçirəm.
Siz təbii ki, saxladıb daha dəqiq baxa bilərsiniz. Açıq bucağın 20%-nə bərabər olan bucaq düz bucağın hansı hissəsini təşkil edir? Birinci, açıq bucağın 20%-ni tapacağıq. Bu eləyəcək 36 dərəcə. Düz bucağın hansı hissəsini təşkil edir? 90-da 36. 9-u ixtisar eləsək 10-da 4, yəni 0,4 A variantı. 38. Tərəfləri 4 sm və 5 sm olan düz bucaqlının şəkildəki kimi kənarlarını örtmək üçün 22 ədəd tərəfi 1 sm olan kvadrat lazımdır. Tərəfləri 6 sm və 8 sm olan düz bucaqlını örtmək üçün neçə belə kvadrat lazımdır? Yoldaş, baxaq. Əgər, baxın, bu eni 4 sm-dir. Eni 4 sm-dir, amma enində neçə dənə var? 6 dənə var. Özündən 2 dənə çox. Deməli, enimiz 6-dırsa, bu tərəfdə 8 dənə kvadrat olacaq. Eləcə də bu tərəfdə də 8 dənə kvadrat olacaq. Yuxarı, amma uzunluğunda heç bir əlavə eləməyəcəyik. Çünki bu küncləri artıq biz enində nəzərə almışıq. Uzunluğunun sadəcə öz sayını götürəcəyik. Yəni 8, 8. Burada 8, burada 8. Ümumilikdə 4 dənə 8 olduğuna görə cavab B bəndi 32. 39. Hasili 120 olan 2 natural ədədin cəmi neçə fərqli qiymət ala bilər? Təbii ki, bunu bir-bir yaza bilərik. 1 vur 120, 2 vur 60, 3 vur 20, sonra 3 vur 20 yox, 3 vur 40, 3 vur 40, sonra 4 vur 30, sonra 25 vur 24, 24, 6 vur 20, 7 yoxdur, 8 vur 15, 9 yoxdur, 10 vur 12, bitdi. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli, hamısını yazdıq. 8 dənə fərqli cəm ola bilər. 40. 90 dərəcəli dönmə simmetriyasına malik olan fiqurun neçə simmetriya oxu var? Təbii ki, bu bilirik ki, kvadratdan gedir söhbət. Kvadratdan gedir söhbət. Bu da kvadratın da 4 dənə simmetriya oxu olduğuna görə cavab D olacaq. Riyaziyyatın suallarına baxdıq. Növbəti videoda riyazi məntiqin suallarına baxacağıq.